Qaz sobasını yandırarkən evdə güclü partlayış olub. 5 nəfərin xəsarət alması ilə nəticələnən hadisə gecə paytaxtın Sabunçu rayonunda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri rayonun Yusif Qasımov küçəsində partlayışın baş verdiyi əraziyə cəlb olunublar. Qonşular deyirlər ki, partlayışın dalğasının təsirindən evdə ikisi uşaq olmaqla 5 nəfər xəsarət alıb. Partlayış səsi qeyri-adi gəldi. Amma durduq, çıxdıq səsə. Dedilər Səbuhun evi partlayıb. Gəldik, gördük yanı. Şükür Allaha, şükür ki, salamatçılıqdır. Amma xəsarət alıblar. Ailə üzvləridir. Ailə üzvləri, anası, nənələrdir, analar deyək də. Oğuldur, gəlindir, 2 də uşaqdır. Nədən deyirlər ilkin ehtimal partlayış? Qazdır da, qazdır. Qaz, ev nədən partlaya bilər? Qonşular hamısı gəldi, getdik, gördük ki, hamısı yaman gündədə yanıblar. 5 ailə üzvünün hamısı yanıb. Əlləri, üzləri, bədəni, evlərin hamısı alt-üst olub da, hamısı belə çox pis vəziyyətdə. Belə də nə bilim. Necə olub hadisə? Yəni işığı yandıranda olub? Hə, peçi yandıranda, ceyran peçi deyirlər, nə deyirlər də, hə. İran peçi, hə. Və onu yandıranda olub, partlayış olub. Məlum olub ki, ümumi sahəsi 80 kvadrat metr olan bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə ciddi zərər dəyib. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılıblar. Təbibdən bildirilib ki, xəsarət alanlardan 4 nəfər, 3-ü qadın, biri kişi olmaqla onlar Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən yanıq mərkəzinə hospitalizasiya olunublar. Hazırda onlardan birinin vəziyyəti kritik ağır, digər 3 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Həmin şəxslər reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir. Bir nəfərə isə hadisə yerində yardım göstərilib. Hadisə zamanı yaxınlıqdakı fərdi evlərə də zərər dəyib. O partlayışdan qonşular da zədə alıb. Allaha şükür elə yəni özlərinə heç nə olmayıb, amma evə güclü xəsarət dəyib. Beləncə. Hadisə ilə bağlı araşdırma aparılır. Ramal Abdullayev, Samir Qasımov, Xəzər xəbər.